Salam əziz abituriyentlər. Bugün biz Evklid teoreminin isbatına baxacağıq. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlük hipotenuzu m və n parçalarına bölürsə, h-ın kvadratı bərabərdir m vurulsun n olduğunu isbat edəcəyik. Şəkildə yaranmış kiçik düzbucaqlı üçbucağa əsasən h-ın kvadratı bərabərdir a-nın kvadratı çıxılsın m-in kvadratı olduğunu görürük. Digər tərəfdən h-ın kvadratı bərabərdir b-nin kvadratı çıxılsın n-in kvadratı olduğunu görürük. Bu hər ikisini deməli bərabərləşdirsək, a-nın kvadratı çıxılsın m-in kvadratı bərabərdir b-nin kvadratı çıxılsın n-in kvadratı. Buradan a-nın kvadratı çıxılsın b-nin kvadratı bərabərdir m-in kvadratı çıxılsın n-in kvadratı olduğunu yaza bilərik. Və düzbucaqlı üçbucağa nəzərən, böyük düzbucaqlı üçbucağa nəzərən a-nın kvadratı üstəgəl b-nin kvadratı bərabərdir s-nin kvadratıdır. Yəni Pifaqor teoremini yazıram. S-nin də yerinə m üstəgəl n mötərizənin kvadratı yazacağam. Yəni burada s m üstəgəl n-ə bərabərdir. Bu ikisini sistem şəkildə həll etsək, b kvadratları gedir. Qalır 2a kvadrat bərabərdir m-in kvadratı çıxılsın n-in kvadratı. Üstəgəl o birisini açıram. M-in kvadratı üstəgəl 2mn üstəgəl n-in kvadratı. Burada n-in kvadratları islah olur. Deməli 2a-nın kvadratı bərabərdir 2 m-in kvadratı üstəgəl 2mn. Hər tərəfi 2-yə bölsəm, a-nın kvadratı, bir də m kvadratını bu tərəfə atsaq, çıxılsın m-in kvadratı bərabərdir m vurulsun n. Və yuxarı fikir versək, biz burada qeyd eləmişik ki, a-nın kvadratı çıxılsın m-in kvadratı bərabərdir elə h-ın kvadratına. Yəni bu hissə elə h-ın kvadratıdır, bərabərdir m vurulsun n. Vəssalam.